Insert menusunun növbəti hissəsinə baxırıq. Bu dərsdə baxacağıq insert menusunun chart, yəni qrafiklər bölməsinə, dashboardlar. Bu bölmədə biz hansı formada dərs keçid edəcəyik? Demək, belə bir məlumat bazamız var. Bu məlumat bazasından bir hesabat hazırlayacağıq və həmin hesabatları vizuallaşdıraraq müəyyən dashboardlar formasında, belə deyək, vizual bir hesabat hazırlayıq və həmin hesabat əsnasında iş həyatında ən çox istifadə olunan qrafiklərə, onların detallarına və digər məsələlərə baxacağıq. Burada bir çox qrafik tipi var. Baxın, chartların səhəsində bu hissəyə daxil olanda biz görə bilərik, all chart bölməsindən. Bu qrafiklərdən bir neçəsi var ki, pie chart olsun, line chart olsun, column chart olsun, bar chart. Bunlar iş əsasında ən çox istifadə olunan, belə deyək, qrafiklərdir. Bundan əlavə, qrafiklər ilə işləyən dostlarımız, mütəxəssislərimiz mənim fikrimi təsdiqləyərlər ki, istənilən bir qrafikin hədsiz dərəcədə çox xırda detallı olduğuna görə, sırf hansı ki, bizə lazım olacaq işləri görə biləcəyimiz bilgilərə yiyələnəcək bu videolarda. Demək, başlayaq. Mən belə bir məlumat bazası yaratmışam. Əvvəlki dərslərdə də bunu görmüşdük, amma ondan bir qədər fərqlidir. Burada hansı ki, İlkin olaraq biz data manipulyasiya deyilən bir məsələ var, onu tətbiq edəcəyik. Yəni, bu datamızı istədiyimiz bir formaya gətirəcəyik. Həmin datanı istədiyimiz formaya gətirəndən sonra həmin data üzərindən hesabatlar hazırlayacağıq. Başlayaq nəyə? Bizə analiz lazımdır. Analizlərin içərisində ən, belə deyək, lazım məsələlərdən biri də şirkətimdə qadın və kişilər arasında olan pay bölgüsüdür. Yəni, sayı olsun, əmək haqqı olsun, performans və digərlər. Ki, onun üçün gərək mənim məlumat bazamda qadın və kişi deyə bir ayrım ola. Amma baxıram ki, belə bir ayrım yoxdur. Bunun üçün mən nə edəcəm? Baxın, bura bir yeni sütun əlavə elədim və yazıram cins. Cins yazandan sonra cinsi necə tətbiq edəcəyimi ilkin olaraq fikirləşirəm. Baxın, burada sırf real praktika üzərindən işləri görəcəyik. Baxıram ki, mən bunu necə eləyə bilərəm? Mənim burada soyad adlarım var. Hər birinin sonunda oğlu və qızı deyə bir yazı var. Deməli, mən belə qənaətə gəlirəm ki, qızı yazılanlar mənim qadın işçilərim, xanım işçilərimiz. Oğlu yazılanlar isə kişi, yəni bəy işçilərimizdir. Deməli, mən oğlu və qızına görə bir ayrım eləməliyəm. Deməli, fikirləşirəm nəyi? Əvvəlcə, həmin ad soyad ata adı bölməsindən oğlu və qızın hansı formada kəsə bilərəm. Bunu kəsməyin üçün, yəni standart olaraq hər biri eyni simvol sayı olduğuna görə çox rahat şəkildə bərabərdir right funksiyası ilə kəsə bilərəm. Deyirəm ki, sağdan 4 simvol kəs və oğlu aşağıya doğru çəkəndə qızı çəkmiş olacaq. İndi yazıram nə? Bərabərdir if. Deyirəm ki, right. Buradan sağdan kəsdiyin 4 simvol bərabərdirsə dırnaq içərisində, çünki tekstdir oğluna. O zaman yazsın kişi. Əks təqdirdə qadın yazsın ki, artıq qızına ehtiyac qalmalı, çünki oğlu deyilsə, deməli, qızı olmuş olacaq. Yes. Və baxın, aşağıya doğru çəkəndə visual formatting deyirəm. Baxıram ki, qadın və kişi deyə bölmə elədi. Ki, özümü bir çək eləmək üçün qadınlara filtr verirəm. Baxıram ki, burada hər biri qızıdır. Gəldi indi nəyə? Mütləq şəkildə bunu funksiyadan azad edək ki, sonraki məsələlərdə bizə problem yaratmasın. Baxıram nəyə? Misal üçün, departament bölməsində mən chartlara əlavə eləyəndə qrafiklərə adların böyük olmağı mənim qrafikimdə əlavə yer tutduğuna görə bunu maksimum dərəcədə kiçiltmək istəyirəm. Misal üçün, maliyyə və uçot departamenti, ictimaiyyətlə əlaqələr departamenti və s. Hansı ki, bu departamenti sözünü çıxarmaq istəyirəm. Yəni, mənə lazımdır ki, yazılsın maliyyə və uçot, inzibati işlər ki, zaten bu departament başlığı altındadır. Yenə, bir sütun əlavə elədim və indi fikirləşirəm nəyi? Departamenti buradan kəsib götürməyə. Yəni, yerdə qalan hissəni kəsib götürməyə, bu hissəni silmək. Bunun üçün fikirləşirəm ki, hansı bir algoritm qurmalıyam. Mən də sizinlə 2 dəfə quracam yəni bunu. Bunun üçün nə eləyə bilərik? Mənə elə bir funksiya lazımdır ki, bu funksiya mənə ümumilikdə bu hissəni kəsib çıxarsın. Deməli, mən leftdən istifadə eləyəcəm. Ki, leftdən istifadə eləyəcəyimə görə mənə lazımdır departamenti götürmədən edəsin left. Düzdür? Amma fakt ki, mən leftin içərisində müəyyən say sala bilmərəm də. Çünki maliyyə və uçot fərqli saydır. İnformasiya texnologiyaları fərqli saydan ibarətdir. Deməli, mən belə qənaətə gəlirəm ki, bu hissəyə qədər olan sayı salsam, kifayətdir ki, yerdə qalan zaten mənə həmin solda olan hissəni vermiş olacaq. Baxın, neyini? Hər birində departamenti yazısı eynidir. Deməli, mən bərabərdir. Search və find. Fərqi yoxdur. Search yazdım. Find textdə yazıram departamenti.
və ötürürəm buranı. Deyirəm ki, departamentinin neçənci olduğunu tap. Baxın, 17 verdi. 17 nədir? Departamenti sözünün başladığı simvolsa. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Burada bir boşluğu saymamışdım, sonradan saydım. 17-ci simvol mənim departamenti yazısının başladığı simvoldur ki, bunu aşağıya doğru çəksəm, bu fərqli-fərqli nəticələr vermiş olacaq. Deməli, soldan 17 çıx 1 kəssəm, çünki 17 çıx 1 nəyə? Soldan 17 D-nin özü də daxildir. Çıx 1 boşluğu da çıxartmaq istəyirəm ki, onu kəsməsin. Məncə çıx 2, yoxsa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bəli, çıx 2 eləyək ki, çünki standartda 17-ni eləsə D-ni də kəsəcək. Gəlin eləyək. Baxın, left ilə qabağına bir left əlavə elədim. Deyirəm ki, soldan kəs, D-ni də əlavə elədik. Bu ümumi search-ün nəticəsindən 1 çıxsam, okey, istədiyim nəticə alınacaq. Çıx 1. Amma Ctrl-C, Ctrl-Alt-V ilə value desəm, baxıram ki, burada bir boşluq qaldı. Bu boşluğun görünməni istəmirəm. Ona görə çıx 2 yazacağam. 2 simvol və aşağıya doğru çəkdim. Ctrl-Z ilə geri qayıtdım. Aşağıya doğru çəkəndə bunu without formatting eləyirəm. Hüquq, maliyyə, uçot, sətəm, audit və hər biri qaldı. Strateji inkişaf və s. İndi gəldik nəyə? Bunu da Ctrl-C, Ctrl-Alt-V value dedim. Departamenti kopyaladım bura. Artıq bu sistemə ehtiyac yoxdur. Okey. Departament işini də həll elədik. İndi nə edək? Misal üçün, burada biraz da qısaltmalar yaparaq. İnsan resursların gəlin iri edək. İri deyil, insan resurslarının idarə edilməsi departamenti. Bu olsun irid. Ya da ki, belə eləyək, Ctrl-C, Ctrl, o da olmayacaq əslində. Alt-V deyib eləmək istəyirdim. Nəsə, problem deyil. Belə eləyək, sonradan formatını dəyişərik. Sonra nə eləyək? İctimaiyyətlə əlaqələr, iqtisadi təhlil və proqnozlaşdırma. Böyük olanlar biraz qısalda. İnformasiya texnologiyaları. IT edək. IT. Sonra layihələrin idarə edilməsi, maliyyə usulü, risklərin idarə edilməsi, satın alma, sətən strateji, iqtisadi təhlil və proqnozlaşdırma. Bundakı İTQ edək. İTQ. İqtisadi təhlil və proqnozlaşdırma. Ctrl-C aşağı seçdim. Ctrl-V. Okey. Lazım olan işləri gördük. İndi formatı necə eləyəcəyik desəz, bu ikisinin formatın Ctrl-Z dedim. Buradan sona qədər seçdim. Ctrl-Alt-V. Format deməklə formatları da düzəltmiş oldu. Baxaq sonra bizə nə lazım olar? Qrafik gedişatında. Maaş var, əsas məsələ. Vəzifə okeydir. Yaş okeydir. İşə giriş tarixi qalsın. Performans göstəricisi deyə bir nəticə əlavə eləyək. PFQ yazaq. Performans göstəriciləri. Bunu necə eləyək? 1-dən 1-10 aralığı fərz eləyək ki, bir şkalamız var və hər kəs 1-10 aralığından bir qiymət almalıdır. Yəni, tam ədəd də ola bilər, kəsr ədəd də ola bilər. Gəlin belə eləyək. Bərabər deyir. Rank between ilə yazacağım. Bərabər də rank between. 1-10 aralığından aşağıya doğru çəkdim. Kəsr ədəd də olmalı üçün üzərinə gəlir rank deyə bir funksiyamız var. 0-1 aralığından həmişə ədəd verir. Belə bir ədəd yazaq. Bunu da yumraqlaşdıraq. Qarşısına da bir dənə neyniyək? Round deyə bir funksiyamız var idi. Deyirəm ki, ümumi nəticədə sondan 2 dənə saxla. Bu qədər. Bir performans göstəricisi əlavə elədik. Burada onlarda var. Çünki 1-10 aralığıdır. Yaxşı, onu necə çıxardaq? Yəni, onun quraq şeyin. Deyirəm ki, if əgər bu böyükdürsə ondan böyük olacağı təqdirdə
Yox, elə eləməyək. 10 olacağı təqdirdə üzərinə bu rand gəlməsin. Belə eləyək. If rand between 1 10 aralığıdırsa, 1 10 aralığı bərabərdirsə 10-a yazsın elə 10. Əks təqdirdə bayaqki düsturu tətbiq eləsin. Yəni 9-dan kiçik olmaq üçün. Nəyə səhv elədik burada baxaq. 10-a bərabərdirsə 10 yazmalıydı da. 10-a bərabər deyilsə, bax burada 1.9 eləyək bunu. Güzel. Artıq mən 10-dan böyük ədəd görə bilmərəm burada. Yəni yoxlayaq. Sonuncu 10 olmalıdır. Sonuncu 10-dur. Okey, bunu da həll elədik. Ctrl Alt V, value qutardı getdi. Bunu da sildik. Eyni formatı gətirdim, kopya etdim bura. Hələ ki mənim fikrimcə bu qədər. Data manipulyasiyamız, datamızı analiz eləmək üçün bu formaya saldıq. Növbəti iş əsnasında, əgər lazım olsa, növbəti işləri görərik.